Gəlin bu dim tipli sualı birlikdə həll edək. Görək verilən ifadələrdən hansı doğrudur? Cədvəl verilmişdir. Cədvəldə A plus B 28-dir. A plus B bərabərdir 28. Bəs A minus B bərabərdir nəyə? 12-yə. Bunu sistem tənlik şəklində həll edək. Tərəf-tərəfə toplayaq. Onda B-lər ixtisar gedər. 2A bərabərdir 40-a. A isə bərabərdir nəyə? Olacaq 20-yə. Bəli, A-nı tapdıq 20. Onda bizim X-ımız 20 imiş. Bu hansı element imiş bəs? Bu kalsium elementidir, bəli. Bəs A-nı 20 tapmışıq. B-ni necə tapaq? B-ni də gətirib buradan tapa bilərik. Misal üçün B də bərabər olacaq. Əgər A 20-dirsə, cəmi 28-dirsə, B də olacaq 8. Onda biz deməli Y B-sini tapdıq 8. Bu hansı elementdir? Bu oksigen elementidir əlbəttə. Hansı ifadələr doğrudur? X metaldır. Bəli, düzdür. 2-də deyir. Y metaldır. Xeyr, səhvdir. 3-də Y qeyri-metaldır. Bəli, oksigendir, qeyri-metaldır. 4-də deyir X və Y əsas yarımqrup elementlərdir. Əlbəttə ki, həm kalsium, həm də oksigen əsas yarımqrup elementlərdir. 5-də X əsas, Y əlavə yarımqrup elementidir. 5 səhvdir. Deməli cavab oldu 1, 3 və 4. Bəs buradan sən neçə düzgün cavab tapdın? Cavablarını şərhə yaz, görək. Belə dim tipli kimya suallarının izahı üçün səhifəni izləməyi unutma.